Salamlayıram. YouTube kanalıma hoş gelmişsiniz. Bu günlerim sizlerle Ark Survival Mobile'ın evolve edin bu arada. Birinci bölümündeyiz. Buradan ağ eşyası neyse. Kar olsun. Neyse. Neyse dostlar, bu günlerim sizlerle beraber Ark Mobile oynayacağız. Bəli, yeni karakter oluşturdum. Bilmədim harda oldu ama neyse. Bu arada əvvəlki sonucu harda desəz, əvvəlki sonucu yox oldu. Aga be. Aha. Tam istədiyim məkana gəldik. Tam istədiyim məkanda da Spino var. Ay. Buranı tez keçsək, Spino'la işimiz olmaz. Bəli dostlar, o Spino'na gələcəkdə tutacaq bir gün. Spino baya yaxın deyə, baya yaxın. Dostlar, mən həmişə sunucu açanda, həmişə pis yerdə gəlirəm. Sonra təzədən məcbur sunucunu dəyişirəm. Əvvəl sunucunu bağlayıram falan. Bir səviyyə. Trike bir səviyyə idi. Aga be. Dostlar, bu arada əvvəlki sunucu yenə də xatırladım. Getdi deyə təzədən yeni seriyə başlamalı olduq. Ona görə üzürlü sayın dostlar. Neyse, biz buradan bayağı kasılmalıyıq. Buralar bir şeyler almaq lazımdır yani. Aşağıya da yerləşərik. Bir de o hissəyə baxın, bu hissəyə yerləşərik qəşəng. Şəkildə Spino'dan biraz uzaq qalarıq. Mesajlar da beynimizi xarab eləyib. Buradan bura belə. Tamamdır dostlar. İndi tez gelişmeye baxırıq. Bu arada ilk bölüm olarak bunu hesap edeceğim. Ona göre de video bayağı kısa olacaq. Amma gələn bölümlərdən videonun müddətini uzun tutmağa çalışacağım yani. Onda nəzərlərinizdə olsun. Bir şeyler əldə etdik. Bizə bunun lazımdır, saman lazımdır. Ona göre biz bazara bayağı vurmalıyıq. Saman gəlməlidir. Bol. Gəl kanka, gəl. Bəli dostlar. Şimdi biz bunları kırırıq. Saman geldi mi? Öğretim bəli. Bekleyirik. Yo birini dur. Səhvliyle 2 tane edirdim az qala. Tamam. Bunu ana inventara alırıq sonra. Geldik. Buradan kasırıq bunlardan. Ağacı vururuq. Kasılmalısınız yani dostlar. Ancaq kasılan səviyyə atlamaq üçün belə olmalıdır məncə. Baxın, hər şeydən alın, hər şeydən. İndi gedəcək, daş da qıracaq. Əla, inkişaf. Süper. Buradan bayağı bir şeyler əslində topladıq biz. Həqiqətən ciddi. Taş da alaq arada. Səviyyə atlasaq tez məncə qəşəng drop düşdü. Amma drop para düşdü. Spino hardadır? Spino görsəm bir. Aga, Spino nerede? Bir yoxlayaq. Spino bura gəlirsə biz o biz tərəfə keçək. Burada bir dənə parasarımız var. Bunlar niyə səviyyəsi aşağı deyə? Mən ki yüksək səviyyədə ayarlamışdım həqiqətən. Spino buradadır mı? Onlara baxacağım. Bir dəqiqə. Bura ən təpəyə çıxaq. Yox olub Spino. Əslində ceyb drop ala bilərəm. Spino həqiqətən yoxdur. Rahatıq da onda. Amma ceyb drop almayacağım. Çünki bilirsiniz 3 səviyyə lazımdır drop almağa. Burada rəngi var, rəngi ağ dropdur bu arada. Buradan biraz taş kasaq. Taş olsun, çakmak taşı olsun. Rastgele de yani bu kafayla işləyirik görək. İlk alet. Görevlər də gəlmədi nədənsə. Bunu etməyə ehtiyac yoxdur. Görevlər niyə gəlmədi bilmədim. Bir səviyyəyə hələ kasmaq da çətin də həqiqətən burada.
Biraz meyvə toplayaq. Biz çox uzaqlaşmayaq əsas məkanımızdan. Buradan yavaş-yavaş bir şeylər ala-ala gedirik. Bunu buradan aldıq, əla. Burada bir dənə belə daş. Drop böyük ehtimal birazdan gedər. Qəşəng əslində yerləşməyə məkanları var. Sadəcə biz biraz da gelişməliyik. Yəni biraz gelişsək əlbəttə ki, yaxşı gelişərik. Həqiqətən ciddi gelişə bilərik yəni o zaman. Burada qəşəng gün işığı düşür. Buraya nə qədər şey topladıq həqiqətən. HP artmır, DP artmır, yəni səviyyə artmır, çox çətin. Ona görə biz bunlardan edəcəyik bol meşale edəcəyik. Axşam da zaten bizə meşale lazım olacaq dostlar. Axşam zaten meşale lazım olacaq. Bomba kimi bir dənə səviyyə atlayışı olacaq. Hazır olun. Yeni taş almaq, donatmaq. Taşımızı alaq. Yaş taşı yapmaz aynen. Taş kazmayı kullanacağız. Hiçbir şey kullanmak yok. Tamam. Ben direkt tamamladım. Şimdi biz ne? Bizim zaman olsun. Aldık evet. İlk başta zaten böyle tercih alacağız. Bir mukazzet için ama. Meyve toplar. Birkaç meyveyi tamam kanka. Meyve yer. Meyve biraz atar. Biraz su içtik. Tamam. Biraz su içtik. Meyve kazma yok. Nasıl içeceğiz? Yolda kaldı. Onlar tutuyor. Bunu da seviye atlayacağız. Biraz ondan doğru bir seviye atladık ama yaş ilerleyiş. Bak olmayan oyun. Buradan hiçbir şey değil. Buradan kamp için seçim yapabiliriz. Şu an elbette. Kamp için gezmeyi öğrendik. Kamp için de öğrendik. Dostlar ne kamp için malzemeleri toplamak için neler satıyoruz onlara bak. Kamp için odun satmayı. Ondan başa çıktık. Bundan ise odun olur. İçinde bir hazır yer. Bakın çok şey. Akşam oluyor yaxşı. İşin alma falan işin alma için. İmam rahat kasatıyor. Hayır rahat kasatıyor. Bundan böyle hepsinden hepsi. Üretiyor. Kamp için üretti. Yine böyle şeylerden üretti. Şeyden sonra bize arkadaşlar lazım olacak. Ama kamp için bir yapalım ki. Kamp için yakın. Odunumuz var. Odunumuz sonra geçti. Sana hiç hazırlık yaptık sana. Şöyle bir odun kasa. Zaten her yer oluyor yani. Şeyimiz var. Odun kasa ver. Ama sana direkt kalmıyor. Zaman var. Biraz odun mesela. Biraz odun mesela. Bu parça mesela. Tutmaz gibi. Bir seviye değil. Burada kalın. Film yok. Neyse. Biz bu odunlarımızı ateş yapıyoruz. Ama sen yapıyoruz. Direkt seviye kadar. Çünkü bir topla tip geldi. Yani ağırlıkla verişmek biraz sonra. Temellerimizi iyileştirmeye çok maraqlıdır. Bu olaylardan sonra taşımanlar. Hem taşıma ihtiyaç yok. Hadi bizə görə olaraq. Şöyle başla. Mən sana dedim burada. Navigasyon istəyir. Navigasyon kilidini istəyir. Açaq. Aynı buradan da başı bir dodo. Dodo bul. Tamam. Bula. Zaten yanımda var dodo. Dodo taparıq. Dodo problem yoxdur. Dodo bayaq dodo çitəsinə qarşılaşdıq yəni. Dodo tapmağa nə var ki? Burada var mı dodo? Yəni çox uzaqlara aparmadılar bizi. Oyun. Dətdə bu oyun. Dostlar dodo çitəsi var idi bayaq burada. Amma o dodo çitəsi elə bir yox oldu yəni bir. Komponilər bizə rahat bırakmayacaqlar da. Gəl. Gəlin siz də bir öldürək. Gəlin. Hara getdiniz? Gəlin. Görün nağaram indi sizi. Gəlin. Bunların hamısını öldürək, hamısını. Canımız gedir amma Dodo bulduq. Dodo bulma görəvi də tamamlandı. Zaten dodolar yanımızdaymış. Bunların ətlərində nəsə varsa dəri alaq, dəri. Dəri lazım olacaq. Gələcəkdə özü də baya lazım olacaq. Tam indi deyir kampa dön. Kampımıza dönək. Kampımıza dönüş edirik. Baxın, çox qəşəng işıqlandı buralar. İndi biz azlıq gəlib bizə. İndi bu azlığımızla gedərək kampa dönüş. Okay. İndi bu görəv də tamamlanacaq. Et pişirmək. Et zaten pişirmişəm mən. Nəsə gəldi buradan amma ehtiyac yoxdur onlara. Ortayım. Tamam. Yeni görev deyirəm. Yeni səviyyəmizi də atladıq bu arada. Özü də bayağı tipi gəldi.
Yine ağırlığa verəcəm. 18'den sonra 6 səviyyə olacaq və bol açılacaq, narkotik açılacaq, hat və havaneli açılacaq. Ağzını kapadı. Aldı. Bırak hiç bunu bırak. Tam bir tam bir ağlar edək. İlk də biz 200 piyon bu takip şöyle biraz kesildi. Tam oynayan bırakacaq. Bakın reklamımız var. Bunu öyrənək. İndi gəldik bu açıldı. Bu başladı. Böyle başladı. Temel yap. Bizim bu arada temel ihtiyacımız var. O da ihtiyacımız var bizim. Bizim meşalelerimiz ne oldu? O demiş bitti meşalelerimiz. Abi onu lazım bize. Zaman temel zaman neyse yazdık. Taşmaz yer var bize. Bıraktı bakın gibi. Bunu almak yapmam lazım. İleride yapmam lazım. Geldik buradan. Neyse neydi? İyi geldik. Biz yine de satmalıyız. Samanımız var ama çok iyi. Biz burada ağaç satmalıyız. Ağaçlar da gidiyor. Hemen taş korkan satmalar. Sonra bir şeyle. Onu bir zaman ne alacaksa. Mecburiyetten. Bu samanlar almalıyız. Bunlar ilk asla enerjisi yani bitir. Onlar görünümde bunu gene daha etmedik. Tam zaten samanımız çoktu. Hemen bayatlamış. Sen biraz uzaklaştır bizden. Ayrı ol kanka ayrı. Şimdi bizim bu temellerimizi yere atmak. Bu lazım. Ne var ki hamsını bir şey etmeye çalışacağım. Geldik buradan bunları yerleştirdik. Bu şekilde. Bakın kapı ve kapı sesleri inşa ettik. Kapı ve kapı sesleri. Bundan bir tane. Ama bir sayı yazayım. Bugün 10 sayı olsa yanına başlayalım. İlk bölümden başlıyorlar yani. Biz bunları ettik. İnşa ettik. Bunları koymalıyız. Tamam koyalım. İlk kapı sesleri. Buradan koyalım. Buradan koyalım. Bunu da yerleştirelim. Kanallarla inşa ettik. Divarlarla inşa edeceğiz. Divar enegramı burada. 3 tane. 3 tane divar ödürürsə, yəni bayağı qalır. Bu dəfə tipi nəsə az verdi. En az 6 tane yapın deyir. 3 dənəsini etdik, 3 dənəsini də etsək bəs edir. Bu belə, bu belə, bu da belə. İndi bizə nə lazımdır başqa bunu etmək üçün? Baxın, saman lazımdır. Samandan başqa hər şey var. Saman yenə bizdə problemdir. Ağaclar zaten yanımızda da ona görə dərtlənməyək. Aha, tamam. O yaratıq da getdiyinə görə biz buradan rahat samanımızı ala bilərik. Möhtəşəm. Bu arada video yarım saat olar artıq. 25 dəqiqə kayıtdayım, amma siz bunu qısılmış formasında görəcəksiniz. Yəni qısacam, yəni siz təxmini 15 dəqiqə, 13 dəqiqə, böyük ehtimal ən maksimum 17 dəqiqə görəcəksiniz. Mən bu ilə biləm, ağzı mən də bir saat vuram. Tamam, kesin ürətək. Bir tərəfdən birisi ürətək. Amma geri qalan temelini etrafını yerləşdir. Biz gedək, bayağı ağırlığımız var, ona görə pulunu iş görə bilərik biz bu günlər. Yəni möhtəşəm. Həqiqətən bu bölüm əldə edilədi. Siz də bəyənməyi unutmayın. Qalxaq da. Onu etməyimiz də yaxşı olur, spin falan gəlsə. Yəni qoruna bilərik, tez evə qaça bilərik, yəni spin bizə o zaman zərər verməyə bilər yəni. Deyəsən təməl satmayacaq. Tamam, bir dənə satmadı, bir dənə də edərik, onda problem yoxdur. Sat yap, bir dəqiqə, sat yap. Amma tapdan əvvəl sat zaten bayağı bir şey lazım, lif lazım sat yap. Qalan hər şeyimiz var. Bir dənə edək bundan. Sonra biz toplayaq samanla lif, bayağı lazımdır özdə. Tamam, divarımızı etdik. Divar hazır oldu. Tamam, bu divarımız hazır. Qapımızı da açıq qoyaq, çünki tez-tez çıxacaq. Ona görə divarımız da belə olsun. Biz bayağı eləyərik. Birinci biz divarları edək məncə. İndi bayağı lif toplayaq. 2 qat eləməyə çalışacağam, çünki bir qat olanda çox balaca olur yəni. Yəni uzunluğu balaca olur. Lif toplayaq, buradan bayağı lif lazımdır. Gələcəkdə ora versək dostlar, lifi çox rahat toplaya bilərik zaten. Gələcəyini oranı eləsək, onu bəsin. Yəni bu serinin mən bayağı uzadacağam, 20 bölüm, 15 bölüm, 30 bölüm gələcək yəni. Həm də kanalımıza müxtəlif oyun videoları gəldi yəni. Hər cür oyun videosunu kanalımıza tapa bilərsiniz. Bu arada mobil versiyası, bizdə divar. 4 dənə verərik. Tam bizdə bunun içində satmayacaq. Saman, qalan hər şey lif bir də. Saman lif. Bunu ürədək. Ürədəsin, samanımızı toplayaq. Kəşf bayaq ateş kampına atmasaydı. Samanları gedib buradan atsaydı. Ya da başqa bir şey. Binamızı istifadə etdik. Çünki bu ərazidə çox çətindir tapmaq. Biz başqa əraziyə kəşfə çıxsaq, yəni ölə də bilərik. Yəni hələlik kasılmalıyıq bu şəkildə. Hələ bir saat gedir əslində, pis getmir əslində. Mən də möhtəşəm hələm qalanımıza bir dənə spin tutmuş, ondan da yaxşı qurtuldu. Ona görə yəni bizim ümumiyyətlə bu tərəfə qalmamız çox olardı. Bundan bayağı 3 dənə belə 6 dənə pul bəs edir. 7 dənə. 7 dənə biraz qatmaq. 2 dənə olsa, yəni aşağısına 6 dənə getsə, yuxarısına 7 dənə getməz. Bir dənə də qapının yerində olur. Tamam, biz bir dənə də bunlardan kasılaq. Bir resim. Biraz orada qoysaq həll olur hər şey. Gəl burada baxaq. Ne dedik? Nasıl bu buralardan almalıyız? Ama buralar da çok da yani. Böyle yani. Bir dənə ürətdik. Bu arada 7 level olur. Yəni 7 level olur ki, onda məkanda eləyər 7 level qaldırarıq. Yəni tipini verək yansıda özəlliyə. Ağırlığa bilməyəcəm da, hərəkət hızına verəcəm, sonra dirəncə verəcəm. Bir də fizik sırası, 3 mütləq lazımdır. Bu üçlü mütləq. Qapını mən açmışam. 8 dənə ürətmişik, ağa bir. Daşı çox ürətmişik. Yəni çox olsun, heç olmaz. Gələcəkdə lazım olur. Biz gələcəkdə taxtaya keçəcəyik, daşı keçəcəyik. Yəni də indi baxaq olaya qədər. Yəni biz çıxqanımız alan ton bəs edir, bura sandıqlarımızı qoyarıq falan. Yəni indilik gəlişimiz üçün bunlar bəs edir. Biz nə edəcəyik indi? Bunun üçün bayağı bir şey toplamalıyıq biz. Saman toplamalıyıq, odun lif, daha çox liflə saman lazımdır. Tam biz bir tipini verək üçün ağırlıq. Hansına verək hərəkət hızı? Ürək hızı məncə. Ürək hızına verək çünki tez-tez bir şeylər edirik, onca lazım olur. Çat yap, evini bitirmək üçün yapdığın və en az 4 temelin üzərində yap. Aha, 4 temelin üzərində yapsaq 4 dənə yəni çat edəcəyik. Yəni çox şey ağabey, bu gəlib dağıda bilərik evimizi. O qədər şey eləmişik. Ona görə biraz əlimizi tez tutaq, yəni biraz çat təşər. Lif toplayıram.
Mesela nerede kırpılan bizi. Tamam biraz odun. Tamam ağaçlara spamlamaya başlayacağız. Ama biz gitmez bu yeni uzaktan toplayacağız. Odun saman lif bu üçlü. Bu üçlüyle evimize yetmeye çalışacağız. Ama bayağı vakit yaparız. Bakın 40 dakika oldu 7 seviye oldu. Hatta evimizi de bitirdi yani. Korunacak yani bir yerimiz var. O getirdi evimizin üstüne çıktı bakın. Onun burada spam olması hakikaten çok güzel oldu. Ne kadar iyi yapıyor. Bir bakın. Bir tane. Ben satmayacağım Allah bilir. Tamam biz biraz saman toplayalım. Samanımız az. Güzel çok saman toplayalım onda. Gələk burcu samanlarımızı toplayaq belə. Tez. Yəni samanlarımızı topluyoruz. Bu ağacı qırdıq. Bu dəfə səhvə yol verməyəcəm. Baxın, kap çerçevesi. Bir dənə. Nəyimiz çatmır bax bizim. Samanımız 5 dənə olsa bəs eləyir. Lif. Biraz da saman toplasaq bəs edir. Bir ağac da qırsaq yəni. Sonra lif. Ancaq lif. Lif. Bax belə liflər toplanır qəşəng. Deyəsən oyunda ən çox yəni tez toplanan bir şey liflər ola bilər, taş ola bilər, odun ola bilər. Yəni bunlardan sonra bilmirəm və yəni çox çətin olur. Biraz yüzlənib səni kəsəcəm. Bax. Ciddi deyirəm, sən tuzağa salmaq olmur ciddən bunu. Bu qarşıya gedir, bizə sərf eləyir. Bu qarşıya getməsi həqiqətən sərf eləyir. Evimizə gələk. Daxil olduq evimizə. Baxın, kap çerçevesi deyirəm, saman çatı yapı. Bundan 3 dənə bəs edir. 3 dənə. Hələlikdə yəni görev tamamlamaq üçün 3 dənə, 2 dənəsi qaldı, 1 dənəsi qaldı. O bizləri yerləşdirək. Всё. Evimiz əla. Biz səhvliklə çox eləmişik. O da elə belə şeydir. Seviye atladık bu arada. 8 seviye oldu. Burada üretim hızı. Çünkü elədiyimiz şeyler tez olsun diye çalışıyorum. Susuzluğumuz var. Susuzluğumuz tez giderdik. O əla. Daha görev o. Dodo evcilleştirme gəlib. Başlat. Neyse. Bunları gələn səfər edərik dostlar. Baxın bu videonu burada sonlandırıram. Gələn videoda da elə qaldığımız yerdən davam edərik. Baxın qapını örtürəm, üzümü çevirirəm bu tərəfə. Və dostlar baxın ilk evimizi etdik, bezimizi qurduq, möhtəşəm oldu. Mən videonu bəyəndim, sizlər də bəyənməyi unutmayın. Xoşuma gəldi həqiqətən baxın bu video bomba gəlişim elədi də. Yəni mən möhtəşəm gəldi. 8 səviyyə olduq. Yəni bu da o deməkdir ki, biz tez bazar 20-30 səviyyələrə qalxacağıq. Neysə dostlar videomu burada sonlandırıram. Gələn videoda görüşmək ümidi ilə sağ olun.